Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Deməli, Saray qəsəbəsində, bax, diqqətlə baxın, Saray qəsəbəsində yola yaxın, 2 nömrəli məktəbə yaxın evimiz çıxdı satışa. Şəxsi özləri üçün tikilmiş evdir, illərin evidir. Yüksək keyfiyyətlə tikilmiş bir evdir. Gəlib mütləq bu evə baxın. Bax, mən bu evi paylaşan kimi bu evlər tez satılır da bilirsiniz, sürətli satılır belə evlər. Yəni ki, demək istəyirəm, tez gəlin bu evə mütləq baxın. 2 sotdan biraz artıqdır torpağı. Yerləşdiyi yer bilirsiniz, Nazım Marketin yanından sağa yol dönür elə. Oba Marketin yanından. Dönən kimi elə yoldan bir demək olar ki, bir 200 metr məsafəsi var. Amma 50 metr məsafəsindən, 30 metr, 50 metr məsafəsindən 523 dəmi, hə? 523 nömrəli Sumqayıt marşrutu buradan keçir. Yəni darvazadan çıxacaqsınız 30 metrdən sonra marşruta minəcəksiniz. 2 sayılı məktəbin elə bir sağ tərəfindədir. Sağ tərəfində. Deməli, qaz sayğacı, su sayğacı, işıq sayğacı var. Kanalizasiyası mərkəzidir. Hətta həyətimizdə belə bir trap da var, görürsünüz. Bax belə. Bağlı bağatdır. Əmi bütün bura meyvə ağacları, gül, çay. Həqiqətən çox qəşəng, fərqli bir proyektdir. İndi diqqətlə baxın, mən hamısını sizə izah edəcəm. Bax, burada qəşəng belə ağac əkmək üçün xüsusi yer ayrılıb. Hasarın qıraqlarında hamısında yer var. Xüsusi ağaclar əkib, güllər, çiçəklər. Yəni, hər şərait var burada. Həyətində də bir dənə belə ayaq yolu var. Gördünüz? Həyətində də bir dənə belə ayaq yolu var. Bax, belə hasarın qıraqları ilə də belə ağaclar davam edir. Deməli, qoy sizə bir dənə tez ilə qiymətini də deyim, biləsiniz. 105.000 manatadır. Qiymətindən qəti narahat olmayın. Əmi özü deyir ki, gəlsinlər, evə baxsınlar, xoşlarına gəlsə, ortaq məxrəcə gələcəm. Qiymətdən narahat olmayın. Deməli, Piləkan çöldəndir. Bax, Piləkanı görürsünüz, qəşəng güllərlə bəzədilmiş bir böyle sağı solu güllərlə bəzədilib. Burada birinci aşağını göstərirəm sizə, sonra çıxıb yuxarıya baxarıq. Bax, buradan xüsusi qəşəng belə bir qapı qoyub. Gəlin bura. Gəlin bura. Bax, aşağıda bax, belə böyük bir zaldır. Bax, geniş bir zaldır. Yəni, istəsiniz buranı əlavə gələcəyini artırıb nəsə eləyə də bilərsiniz. Yəni, qonaq otağı kimi də istifadə eləyə bilərsiniz. Hər şərait burada yaratmaq mümkündür. Həqiqətən çox səliqə səhmanlı evdir. Görək, burada başqa nələr var. Bax, yaxınlaşaq bura. Bax, burada aşağıda belə bir mətbəxdir. Bax, mətbəx mebelinə qədər hazır vəziyyətdə suyumuz gəlir, jaluzi, ondan sonra kona mebeli, qaz peçi, aspirant, hər şey var. Buradan da yol var, birbaşa çöldən də yol var bura. Bura mətbəxidir. Birinci mərtəbədə olan otaqlardan danışıram. Buradan sonra bir dənə yaxınlaşaq bura. Burada da bir otaqdır. Gəlin bura. Hə, bax, burada da bir dənə, bax, belə tam təmirli, super təmirli bir otaqdır. Qonaq otağı üçün də istifadə olunur, yataq otağı üçün də istifadə olunur. Sizə necə uyğunsa elə istifadə eləyə bilərsiniz. Bax, bu birinci mərtəbədə olan, 2 dənə mətbəxi var. Aşağıda da mətbəxi var, yuxarıda da mətbəxi var. Tam şərait qurulub, sizə qalıb bir dənə burada, əgər zövqə görə nəsə dəyişil eləmək istəsiniz, eləyə bilərsiniz. Nə deyirsəm? Həyətdəkin? Demişəm. Həyətdə sanitar qovşağını demişəm. Hə, onu demişəm. Deməli, Qurqavoy qoşa daşla tikilib, betonlu monolitli evdir. Şəxsi özləri üçün tikilmiş evdir. Ona görə burada hər şərait qurulub, bütün standartlara uyğun tikilib. Bir dənə bunu da göstərək. Bax, tam təmirli ayaq yollu. Burada hamam da var. Bəli, yuyunmaq üçün duş da var, sanitar qovşağıdır. Baxın. Bax, görürsünüz. Bu həyətimizə aid olan sanitar qovşağıdır. Bax, belə. Deməli, həyətlə tanış elədim sizi. Aşağını göstərdim. İndi qalxırıq yuxarı. O bayaq mətbəx dedim, əlavə qapı. Bax, bu qapıdan da girmək olur həmən mətbəxə. İndi yavaş-yavaş yaxınlaşaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, bir daşla tam ev. 17 daş kürsülüdür. Əsl bağ evidir, qanuni bağ evi. Bağ evinin də sezonu başlayır, yəni elə iş başlar, ilk başdan. Gəlin bu evi mütləq götürün. Dəmir rəşotkalarına qədər qurulub hazırdır. İndi daxil oluruq evimizin 2-ci mərtəbəsinə. Bax, böyük bir koridordur, bax belə görürsünüz. Mən axıra kimi gedirəm, siz diqqətlə baxın. Bax, görürsünüz, hara qədər gəlir məsafə. Yerimiz qəşəng təmiz, təzə laminatdır. Panel radiatorlardır, görürsünüz. Bax, internetimiz, Wi-Fi-miz var. Bütün otaqların pulçatları hamısı adden-addenlə ayrılıb. Burada da qəşəng güzgü qoyulub. Buradan yavaş-yavaş yaxınlaşaq, birinci qonaq otağını göstərək. Bax, bu qonaq otağıdır. Böyük bir qonaq otağıdır, görürsünüz. Təzə təmir olunub. Bu evdə yaydan yaya qalıblar, ona görə təmirində heç bir şey pozulmayıb. Hər şey öz qaydasındadır.
Amma burada başqa nə əşyalardan qalacaq? Nə əşya? Kondisionerlər qalacaq? Lüstrlər, kondisionerlər, pərdələr. Əlavə dedi, nə istəsək saxlayacaq burada. Çox şey götürülməyəcək burada. Demək olar ki, 90% əşyaları da qalacaq. Qonaq otağını göstərdim, keçirik mətbəxə. Bax, burada mətbəximizdir. Görürsünüz, bax, böyük, geniş, səliqəli mətbəxdir. Təzə kuxna mebeldir, qaz fetlidir, aspiratordur. Aşağıda suyu yoxladıq. Burada da bax, görürsünüz. Burada qazdır, sudur, işıqdır. Bura köhnə məhəllədir. Hər şey qayda qanunlandır. Yəni, burada zəif gəlsin, su kəsilsin, işıq kəsilsin. Belə şeylər burada olmur. Bu mətbəxdə nə qalacaq? Onlar heç kuxna mebeli, kombi, radiator qalacaq. Bunlar hamısı qalacaq burada. Paltaryanızı götürəcəksiniz. Paltaryanı. Bəli. Demək olar ki, əşyalardan 90% əşyalar hamısı evin içərisində qalacaq. Bu bir yataq otağımızdır. Baxın. Hamısı geniş otaqlardır. Burada balaca otaq rast gəlməyəcəksiniz. Bax. Bu bir yataq otağıdır. Qəşəng xüsusi aboyları var. Təzə, yəni aboy. Yəni ümumiyyətlə burada az istifadə olunur da hər şey təzə qalıb. Əlavə xərc olunur.